ehtimaldan buraxılış tipli sualların izahına baxacağıq. Deməli, birinci sualda bizə deyir ki, 0, 1, 2, 3 rəqəmlərini istifadə etməklə rəqəmlərin müxtəlifinin içə 3 rəqəmli ədəd yazmaq olar. Bunu biz necə edəcəyik? Rəqəmlər əgər 3 rəqəmli müxtəlif ədədlərdən söhbət gedirsə, biz 3 dənə yer çəkək. Və biz bilirik ki, 0, 1, 2, 3 rəqəmlərini istifadə etsək, 0 ilə bir ədəd başlaya bilməz. Ona görə birinci yerə ancaq 1, 2 və 3 qoya bilərik. Bu da birinci yer üçün 3 dənə ehtimal qoyur. İkinci və üçüncü yer üçün artıq bir rəqəmi qoyduğumuza görə ikinci yerə artıq 3 rəqəm ehtimalı qalır. Sonuncu yerə də 4 rəqəmdən ikisi əvvələ getdiyi üçün sonuncu yerə sadəcə 2 rəqəm qoymaq olur. Bu da bizim ehtimalımız olur. 3 vurulsun 2 bərabərdir 18. Cavabımız 18. İkinci sualda bizə deyilir ki, 3'ü qız, 6'sı oğlan olmaqla bir qrup yan-yana oturacaqlar. 3 qızın yan-yana oturma ehtimalını tapın. Əgər yan-yana oturan nəfərlər varsa, biz onları bir nəfər kimi baxırıq. Yəni 3 qız yan-yana oturur, 6'sı da oğlandır. Bir yerdə 7. Biz bilirik ki, ehtimal, yəni permütasiya ümumi halların aşağıda yazılması, əlbəttə hallar isə yuxarıda yazılmasıdır. 3 qız 6 oğlandırsa, biz onu aşağıda 9 faktorial kimi qeyd edəcəyik. Və 7 faktorial yuxarıda ümumi 7 olmuşdu seçilə bilənlər. Və 3 qız yan-yana oturma ehtimalından da söhbət etdik. 3 qız təzədən öz aralarında yerlərini bir də dəyişə bilər. Ona görə 3 faktorialı yuxarı yazırıq. Bunu da hesablayanda cavab eləyir 12'də 1. Növbəti sualda bizə deyilir ki, A, B, C, D, Y, F hərflərinin sıralanmasında A və B-nin yan-yana gəlməsi ehtimalını tapın. Deməli, bizim burada ümumiyyətlə 6 dənə hərfimiz var. Yəni, permütasiya bərabərdir, aşağıda 6 faktorial olacaq. Və bayaq dediyim kimi, yan-yana olan hərflərə bir dənə hərf kimi baxırıq. Yəni, A, B özü bir dənə, ikisi bir yerdə bir dənə, C, D, Y, F isə 4 dənə. Yəni, 5 dənə. 5 faktorial. Yazmadı. Və AB-nin yan-yana gəlmə ehtimalı. AB təzədən öz aralarında yer dəyişdiyi üçün 2 faktorial da buraya yazırıq. Bunu da hesablayanda bildiyimiz kimi 6 faktorialı 6 vurulsun 5 faktorial kimi yaza bilərik. 5 faktorial gələcək. 6 ilə 2 ixtisar gedəcək. Cavab 3'də 1 qalacaq. Dördüncü sualda bizə deyilir ki, 12 zər atılır. Yəqin ki, burada səhv düşüb 2 zər atılır demək istəmişəm. 2 zər atılır, üst-üstə gələn ədədlərin cəminin sadə olması ehtimalı neçədir? Əgər zər bir dəfə atılırsa, biz məxrəcdə 6 yazırıq. 2 dəfə atılmadan söhbət gedirsə, məxrəcdə 36 yazırıq. Və ədədlərin cəminin sadə olması ehtimalından söhbət gedirsə, biz o zərlərin üzərində cəmi sadə eləyən bir neçə qrup ədədlərə baxmalıyıq. Baxaq görək cəmləri sadə eləyən ədədlər hansılardır? 1 ilə 1 ola bilər. 1 ilə 2 ola bilər. Həmçinin 2 ilə 1 də ola bilər. Sonra 1 ilə 4 ola bilər. Cəmlərinə söhbət gedir. 4 ilə 1 ola bilər. 1 ilə 6 ola bilər. 6 ilə 1 ola bilər. Sonra 5 ilə 6 ola bilər. 6 ilə 5 ola bilər. Yerlərini dəyişib hər ehtimal baxırıq. 2 ilə 3 ola bilər. 3 ilə 2 ola bilər. 2 ilə 5 ola bilər. 5 ilə 2 ola bilər. 3 ilə 4 ola bilər və 4 ilə 3 ola bilər. Başqa qalmadı məncə. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15. Deməli, 15 dənə cəmləri sadə olan qrup ədədlər alındı. Biz də dedik ki, 2 dəfə atılırsa, məxrəc 36 olacaq. Yəni, 36 ümumi olacaq. 36 aşağıda. 15 dənə biz saydı yuxarıda. Bunda 3 ixtisar gələndə 12'də 5 qalır. Cavab 12'də 5. Yəni, B variantı. Növbəti sualda deyir ki, 4 qızın və 3 oğlan bir qrupdan seçilir. 2 nəfərdən birinin qız, digərinin oğlan olduğu ehtimalını tapın.
Deməli, 4 oğlan və 3 qız varsa, 2 dənə seçilən var. 1 oğlandır, 1 qızdır. Halların sayını soruşduğu üçün kombinizonla eləyəcəyik. 4 oğlan varsa və o 4 nəfərdən birini oğlan istəyir və 3 qız var, onlardan birini qız istəyir. Bunu da hesablayanda kombinizonun əgər bir tərəfində 1 varsa elə özünü cavab kimi götürə bilərik soldakini 4, bu tərəfdə də 3, cavab 12. Yəni 12 dənə hal mövcuddur. Növbəti sualda deyir ki, bir torbada 2 ağ, 4 qara, 2 qırmızı top var. Bu torbalardan təsadüfən seçilən 3 topun 3'ünün də fərqli rəngdə olma ehtimalı. 2 ağ, 4 qara, 2 qırmızı varsa, hərəsindən bir dənə götürsək, hərəsi fərqli rəngdə olmuş olacaq. Onda permutasiya bərabərdir. Ümumi neçə dənə rəngi var? 8 dənə, yəni kombinizon 8-dən 3. Yuxarıda da ağdan bir dənə götürürük. Ümumi 2 dənə ağ var, ondan bir dənə götürürük. Və həmçinin 4 dənə qara var, ondan bir dənə götürürük və 2 dənə qırmızı var, ondan da bir dənə götürürük. Bunu da hesablayanda 2 vurulsun 4 vurulsun 2. Aşağıda da 8 faktorial bölünsün 5 faktorial vurulsun 3 faktorial. Bu da yuxarıda 2 vur 4 vur 2 qalır. Aşağıda bizə 56 verir. Bunu da ixtisar aparınca cavab 7-də 2 qalır. Yəni A variantı. Növbəti sualda deyir ki, qutuda 2 mavi, 6 qırmızı kürə var və təsadüfən seçilən 2 kürədən birinin mavi, digərinin isə qırmızı olma ehtimalını tapın. Deməli, yenə eyni tipdə sualdır. Permutasiya bərabərdir. Ümumi nə qədər kürəmiz var? Bizim 8. Yəni 8-dən 2. 1 mavi, 1 qırmızı deyirsə, mavidən də bir dənə götürürük. Kombinizon 2-dən 1 və 6 dənə də qırmızıdan bir dənə götürürük. Yenə eyni şey hesablayırıq. Yuxarıda 2 vurulsun 6. Aşağıda da 28 eləyir. 8 faktorial bölünsün 6 faktorial vurulsun 2 faktorialdır. O da bizə verir 7-də 3. Növbəti 8-ci sual. Üzərində nicat hərfləri yazılmış kiçik kağız vərəqlər yanaşı düzülür. Və deyir ki, nicat sözünün alınması ehtimalını tapın. Əlbəttə ki, burada nicat hərflərindəki 5 dənə hərf var və ancaq bir dəfə alına bilir. Çünki nicat sözü bir dənə düzüləndə nicat hərflərinin I, C, A hərfləri düzüləndə bir dəfə nicat əmələ gətirirlər. Yəni permutasiya bərabərdir. 1 bölünsün 5 faktorial deməkdir bu da. Çünki bir ehtimaldan söhbət gedir. Bu da 120-də 1 deməkdir. 9-cu sualda deyir ki, 2 oyun zərə atılır. Düşən xalların cəminin ən çoxu 4 olma ehtimalını tapın. Bayaq dedim ki, 2 dənə atılırsa 36 yazırıq məxrəcə. Yəni permutasiyadan bərabərdir daha doğrusu. P-ni yaxşı yazaq. Və baxaq ki, ən çoxu 4 olma ehtimalı. 4 özü daxildir. 1 ilə 1 cəmindən söhbət gedir. 1 ilə 2, 2 ilə 1, 1 ilə 3, 3 ilə 1 və 2 ilə 2. Başqa qalmadı məncə. 1, 2, 3, 4, 5, 6. Cəmi ən çox 4 olan istəyir. Yenə 6 dənə ehtimal yarandı. Yəni 36-da 6, o da eləyir 6-da 1 Y variantı. Növbəti sualda deyir ki, qutuda 4 ağ, 5 qara və bir neçə qırmızı kürə var. Qutudan təsadüfən çıxarılan bir kürənin qırmızı olma ehtimalı 3-də 2 olsa, qutuda neçə qırmızı kürə var. Bu dəfə bu birisi tərəfi məhsul bizə verib, cavabı özü hazır verib. Bunu necə yazırıq? Deməli, permutasiya bərabərdir. Qutuda nə qədər kürə var, biz onu aşağı yazırdıq, düzdür? 4 dənə ağ var, 5 dənə var. 9 qırmızını bilmirik. 9 plus x yazırıq aşağıya. Yuxarıda da biz qırmızıdan bir dənə götürməyə çalışırıq da. Qırmızının asanı bilmək üçün x-dan bir dənə bərabərdir 3-də 2. Axı, o ehtimalı bizə 3-də 2 verib. Demişdim ki, kombinizon əgər buradan bir tərəfi çıxırsa, yəni sağ hissəsindən biri varsa, bir başa özünü yaza bilər. Yəni x bölünsün. X üstə gəl 9 bərabərdir 3-də 2. Burada tənliyi həll etsək 3 kənar həddən hasil, orta həddən hasilinə bərabərdir. 2x üstə gəl 18.
bərabərdir 3x-a. X də bərabər olacaq. Burada 18 deyib 19 yazıram. X də bərabərdir 18-ə. Bu qədər. Bizə də 18 soruşurdu, yəni qırmızı külənin sayını. Deməli, növbəti sualda deyir ki, radius R olan çevrəyə aid olan və olmayan nöqtələr verilmişdir. Təsadüfən seçilmiş iki nöqtənin çevrənin mərkəzi R-dən kiçik məsafədə yerləşməsi ehtimalını tapın. Yenə aşağıya ümumi nə qədər nöqtə var? 1, 2, 3, 4, 5, 6, 7 dənə nöqtə var. Yəni, kombinezon 7-dən 2. Yuxarıya isə R-dən kiçikləri soruşuruq bizdən. Yəni, kiçik məsafədə yerləşənlər. O da A, B və C-yə aiddir. Yəni, 3 dənə. Yuxarıda C 3-dən 2-ni hesablayırıq. Bunu da istəyirsiniz yazaq nümunə kimi. 3 faktorial bölünsün 1 faktorial vurulsun 2 faktorial bölünsün aşağıda. 7 faktorial bölünsün 5 faktorial vurulsun 2 faktorial. Bu da yuxarıda qalır. 3 bölünsün aşağıda 7 vurulsun 3. 3'lər təzə 7 cavab 7-də 1 B variantı. Mən daha qısa yazdım. Siz istəsəz ətraflı yazıb təzədən baxa bilərsiniz. Keçidik növbəti suala. Deməli bizə deyir ki, 12 həkim, daha doğrusu 12-ci sual 3 həkim, 4 polis və 5 müəllimin təsadüfən seçilən 3 nəfərin müxtəlif peşə sahibləri olması ehtimalını tapın. Bu sualda nə indirik? Ümumi bizim neçə nəfərimiz var? 9, 3, 12 nəfər. Yəni permutasiya bərabərdir. C12-dən hərəsi fərqli peşədən deyirsə, bir dənə bundan, bir dənə bundan, bir dənə də bundan götürür. Yəni 3. 3-ü yaxşı yazmadım. Yuxarıda 3 dənə həkim var, 3-dən bir dənə, 4 dənə polisdən bir dənə, 4 nəfərdən bir dənə, yəni 5 dənə də müəllimdən bir dənə. Bunu hesablayırıq. Yuxarıda dediyim ki, 3 vur, 4 vurulsun, 5 qalır. Aşağıda da 12 faktorial bölünsün, 9 faktorial vurulsun, 3 faktorial. Bunun cavabı deyir 11-də 3. Bu qədər. Növbəti suala baxaq. Deyir, cədvəldə xarici öyrənən şagirdlərin sayı verilmişdir. Və təsadüfi seçilən 2 nəfərdən birinin rus dili öyrənən qız, digərinin ingilis dili öyrənən oğlan olması ehtimalını tapın. Əvvəlcə biz baxaq ki, ümumi hala, yəni permutasiya bərabərdir. Aşağıdan yazaq. Neçə nəfər var? 10, üstəgəl 6, üstəgəl 8, üstəgəl 5, 16, üstəgəl 13, o deyir 29. Yəni 29 nəfərdən ikisi, çünki bir qız, bir dənə də oğlan istəyir bizdən. Və deyir ki, rus dili öyrənən qız, yəni 6-dan, ingilis dili öyrənən oğlanın sayından söhbət gedir. Yəni C6-dan 1 vurulsun. C8-dən 1. O da 6 vurulsun 8 yuxarıda qalır. Aşağıda da 29 faktorial bölünsün. 29 çıx 2, yəni 27 faktorial vurulsun 2 faktorial. Bunda birbaşa cavabını yazım ki, cavab 203-də 24 eləyir. Bu qədər. Bu da rahat suallardan idi. Növbəti suala baxaq. Deyir ki, sinifdə 12 oğlan, 18 qız var. Oğlanların 4-də 1 hissəsi, qızların isə 3-də 1 hissəsi əlaçıdır. Və təsadüfən seçilən 2 nəfərdən birinin əlaçı qız, digərinin əlaçı oğlan olma ehtimalını tapın. Biz əvvəlcə baxaq ki, sinifdə 12 oğlan varsa, onun 4-də 1 hissəsi əlaçıdsa, onun nə qədəri əlaçı olmuş olur? 4-də 1-ini tapırıq. 3 dənə əlaçı oğlanımız olmuş olur. 18 qız varsa, onun 3-də 1-i əlaçıdırsa, 18-in 3-də 1-ini tapmaq lazımdır. Ya da o da eləyir 6 nəfər. İndi permutasiyanı hesablaya bilərik. Ümumi 12 üstəgəl 18 eləyir 30 nəfər. 30 nəfərdən 2 nəfər seçməyə çalışırıq. Əlaçı qızlardan 1 nəfər deyirsə 6-dan 1 və əlaçı oğlanlardan da 1 nəfər. O da 3-dən 1. Bunu hesablayır. Yuxarıda 6 vurulsun ki, aşağıda 30 faktorial bölünsün, 28 faktorial vurulsun, 2 faktorial edir. Onda cavabı ümumi mən yazım. 145-də 6 eləyir. Bu qədər. Bu da əvvəlki sualların oxşarı idi.
Növbəti sualda deyir ki, dəyərli stol arxasında 5 nəfər neçə üsulla otura bilər? Onu qeyd edeyim ki, əgər dəyərli stol arxasında söhbət gedirsə, normalda 5 faktorial olacaqdır. Amma dəyərli stola görə 5 çıxılsın 1 faktorial hesablayacağıq. Bunu yaddan çıxarmaq. Yəni, əslində 4 faktorial tapmaq lazımdır. 4 faktorialda bildiyimiz kimi 4 vurur, 3 vurursun, 2 vurursun 1 deməkdir. Onda cavab edir 24. 30 nəfərlik sonuncu sual. 30 nəfərlik sinifdən 2 nəfərdən biri növbətçi, 2 nəfərdən biri kapitan, biri növbətçi olmalı neçə üsulla seçmək olar? Bunu permütasiyadan seçəcək. 30 nəfərdən söhbət edirsə, ondan 2 nəfər seçməyə çalışaq. Yəni 30-dan 2-ni tapmaq lazımdır. O da permütasiya 30 faktorial bölünür. 30 çıxsın 2 faktorial, yəni 28 faktorial deməkdir. Bunu da istəyirsiniz lap sonuncu sualda açıq şəkildə yazır. 30 vurulsun 29 vurulsun 28 faktorial deməkdir. Bu da aşağıda 28 faktorial qalır. 28 ilə gelir 30 vurulsun 29. Bu deyir 870. Yeri qalmadı buradan yazım. Cavab 870. Bu qədər.